Bir var idi, bir yox idi. Çox uzaqlarda deyil, yaşıl meşələrin yaxınlığında kiçik mehriban bir kənd vardı. Bu kənddə gül, çiçək kimi bir qız yaşayırdı. Onun ən gözəl və sevimli geyimi nənəsinin öz əlləri ilə toxuduğu qırmızı papaq idi. Qız bu papağı hər yerdə taxdığı üçün hamı ona qırmızı papaqlı qız deyirdi. Qırmızı papaqlı qız nəzakətli, gülərüz, mehriban idi. Kənddə hamı onu sevirdi, çünki o həm öz evində kömək edirdi, həm də qonşulara yardım etməyi çox xoşlayırdı. Bir gün səhər günəş şüaları pəncərədən içəri düşəndə anası ona səsləndi. Qızım, nənən biraz xəstələnib. Ona isti çörək, bal, kərə yağı və təzə bişirdiyim peçenyelər apar. Səbətini götür, amma meşədə çox oyalanma. Qırmızı papaqlı qız sevinc içində başını tərpətdi. O nənəsini çox sevirdi və onu görmək üçün səbirsizlənirdi. Səbəti götürüb papağını taxdı, anasına əl edib yola düşdü. Meşəyə girəndə hər yer şən idi. Quşların səsi, çiçəklərin ətri, yüngül küləyin xışıltısı, hamısı qızın ürəyinə istilik verirdi. O quşlarla danışırmış kimi, "Salam, cikkildəyən dostlar" deyib gülümsəyirdi. Meşənin ortasında ona çox səliqəli görünən, amma hiyləgər təbiətli bir canavar rast gəldi. Canavar özünü çox nazik və mehriban göstərərək soruşdu. "Hara gedirsən, gözəl qız?" Qırmızı papaqlı qız sadəcə gülümsədi. "Nənəmin yanına gedirəm. O biraz xəstələnib. Ona peçenye və bal aparıram." Canavarın gözləri parladı. O tez bir plan qurdu və dedi. "Nənən üçün çiçəklər toplasan necə olar? O çox sevinər." Qırmızı papaqlı qız çiçəkləri çox sevirdi və "Nənəm üçün çox gözəl buket edim" deyib yana meşə dərinliklərinə doğru getdi. Canavar isə bu fürsətdən istifadə edib sürətlə nənənin evinə qaçdı. Canavar qapını döydü. "Nənəciyim, mən gəldim, qırmızı papaqlı qız" deyə incə səslə danışdı. Nənə biraz təəccübləndi, amma çox xəstə olduğu üçün ayağa qalxa bilmədi. Canavar içəri girib onu ehtiyatla yataq sandığının içinə gizlətdi ki, ona zərər gəlməsin. Sonra nənənin gecə köynəyini geyinib onun yerinə yatağa uzandı. Bir neçə dəqiqə sonra qırmızı papaqlı qız qapıya çatdı. Qapını yavaşca açdı və nənəsinin çox qəribə göründüyünü hiss etdi. "Nənə, sənin səsin niyə belə qalındır?" "Xəstə olduğum üçün balacam." "Bəs qulaqların nə üçün belə böyüyüb?" "Səni daha yaxşı eşitmək üçün canım." "Gözlərin niyə belə iri görünür?" "Səni daha yaxşı görmək üçün balacam." "Bəs dişlərin niyə belə iti-iti çıxıb?" "Səni daha yaxşı qucaqlamaq üçün" deyə canavar yataqdan sıçrayıb ayağa qalxdı. Qırmızı papaqlı qız qorxub geri çəkildi, amma o anda evin yanından keçən bir oduncu səs-küy eşidib içəri qaçdı. "Kömək etdim" deyib canavarı evdən uzaqlaşdırdı. Daha sonra nənəni sandıqdan çıxardı. Hamı sağ-salamat olduğuna görə sevindi. Qırmızı papaqlı qız nənəsinə sarılıb uzun-uzun qucaqladı. Nənəsi gülümsəyərək dedi: "Əziz qızım, meşədə həmişə ehtiyatlı ol." Qırmızı papaqlı qız başını tərpədib, "Söz verirəm nənəciyim" dedi. Ev yenidən mehribanlıqla, gülüşlərlə doldu. Nənə peçenyelərdən yedi. Qırmızı papaqlı qız isə onun yanında oturub söhbət etdi. Balacalar, hələlik. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.